Dostlar, Oxford lüğətini, dünyanın bütün sözlərinin cəmləşdiyi lüğəti oxumağa davam edirik. Deməli, abstract. Based on general ideas and not on any particular real person, thing or situation. Abstract demək, yəni mücərrəd. İzahı necə verilib? Ümumi ideyalar əsasında və hər hansı konkret, real şəxs, əşya və ya vəziyyət barədə deyil. Abstract knowledge, mücərrəd bilik. Abstract principles, mücərrəd prinsiplər. The research shows that preschool children are capable of thinking in abstract terms. Tədqiqatlar göstərir ki, məktəbə qədər yaşda uşaqlar bacarırlar, capable of. Mücərrəd terms termin deməkdir. Anlayış, şəkil. Mücərrəd şəkildə, mücərrəd anlayışlarla düşünməyi. İkinci mənası var. Existing in thought or as an idea, but not having a physical reality. Yəni, düşüncə, fikir və ideya cəhətdən var olan, mövcud olan, lakin fiziki reallığı, mövcudluğu olmayan. We may talk of beautiful things. Biz gözəl şeylərdən danışa bilərik. But beauty itself is abstract. Ancaq gözəllik öz-özlüyündə mücərrəd bir şeydir. Üçüncü mənası of art, incəsənətlə bağlıdır. Not representing people or things in a realistic way. Deməli, insanları və əşyaları real şəkildə təmsil etmir. Represent yəni təsvir etmir, göstərmir. Representin depict kimi sinonimi də var, yəni təsvir etmək. But expressing the artist's ideas about them. Ancaq ifadə edir nəyi? Rəssamın onun haqqındakı fikirlərini. Sonra burada zərf kimi də var. Abstractly. Yəni mücərrəd şəkildə. Birinci mənası. İkinci mənası incəsənətlə bağlıdır. Yəni abstrakt şəkildə. Abstractly. Sonra abstract. İsim kimi. An abstract work of art. İsim kimi nədir? Abstrakt incəsənət işi. İkinci mənası nədir? A short piece of writing containing the main ideas in a document. Deməli, sənətdəki əsas ideyaları özündə ehtiva edən qısa yazı parçası. Qısa yazı. Yəni bir sözlə xülasə deməkdir. Xülasə. Deməli, sinonimi nədir? Summary. Yəni xülasə. Sonra in the abstract. Bu idiomadır. Bir ifadədir yəni. In a general way. Yəni ümumi mənada. Without referring to a particular real person, thing or situation. Yəni konkret real insana, əşya və ya situasiyaya istinad etmədən. In the abstract yəni nə deməkdir? Bir sözdən ümumi şəkildə. Ümumi şəkildə deməkdir. Sonra abstract feildir. To remove something from somewhere. Nəysə hardansa
silmək, çıxartmaq. She abstracted the main points from the argument. Deməli, o arqumentdən əsas nöqtələri çıxartdı. Sonra əsas məqamları çıxartdı. A plan to abstract 8 million gallons of water from the river. Çaydan 8 milyon galon, yəni litr deməkdir, litr galon su çıxartmaq planı. İkinci something, yəni ikinci mənası nədir? To make a written summary of a book, etc. Yəni bir kitabın və yaxud da bir nəyinsə qısa xülasəsini hazırlamaq. Yazılı xülasəsini hazırlamaq. Yəni bir sözlə yazılı xülasə çıxarmaq. Abstracted, thinking deeply about something and not paying attention to what is around you. Abstracted yəni nə deməkdir? Diqqəti yayındırılmış, dalğın, fikri başqa yerdə. Diqqəti yayındırılmış, dalğın, fikri başqa yerdə. O deməkdir. Yəni deyir, o qədər dərin düşünürsən ki, nə haqqındasa və fikir vermirsən ətrafında olana. Abstractedly dalğın şəkildə, diqqəti yayılmış halda deməkdir. Sonra abstract expressionism. Bu nə deməkdir dostlar? Abstract expressionism. Yəni abstract expressionism. A style and movement in abstract art that developed in New York in the middle of the 20th century and tries to express the feelings of the artist rather than showing a physical object. Bu bir üslub və movement şeydir burada. Movement, cərəyan, hərəkat. Bir üslub və bir cərəyan idi, bir hərəkat idi. Abstrakt incəsənətdə, hansı ki developed, yarandı, gelişdi, inkişaf elədi New Yorkda 20-ci əsrin ortalarında və bu nəyə çalışır göstərməyə bu üslub və cərəyan, bu hərəkat? Hisslərini ifadə etsin, rəssamın hisslərini ifadə etsin. Daha çox, nədən daha çox? Fiziki obyektləri göstərməkdən daha çox hisslər ifadə etsin. Sonra abstract expressionist. Abstract expressionist, yəni bu cərəyanın nümayəndəsi. Abstract expressionists like Jackson Pollock. Yəni Jackson Pollock kimi abstract expressionistlər. Bir də abstract expressionist. Bu da sifət formasıdır. Məsələn, abstract expressionist art. Abstract ekspressionist incəsənət. Oldu bu qədər dostlar. Gələn videoda davam edərik.